Mən icazənizlə bir qeydi deyim. Buyurun. Əslində, mən onu vurğuladım ki, atestatla qəbulun qeyri-mümkün olduğunu ifadə etmirik. Sadəcə Azərbaycan Respublikasındakı hazırda seçim yanaşmasından fərqli olaraq bəzi ölkələrdə seçim tamamilə fərqli qoyulub. Yəni, daha rahat ali təhsil əl çatanlığıdır və daha çətin məzunluq kontekstidir. Yəni, bizdə tam əksidir. O mənada tam əksidir ki, yəni bizdə dəyərləndirmə olur və dəyərləndirmə əsasında siz rəqabətli fonunda, xüsusilə də son illər ali təhsil əlçatanlığı kifayət qədər artıb. Yəni, xatırlayıram, əvvəllər 15 min, 20 min, 25 min civarıca, hal-hazırda dövlətin dəstəyi 75 minlik bir statistik rəqəmə gəlib çatıb. Bu demək ki, əvvəllər 10 vətəndaşımız şərti olaraq bir yer uğrunda mübarizə aparırsa, indi 3-ün, 4-ün bir yerə mübarizəsinə bənzəyir. Yəni, bir tərəfdən dövlət bu dəstəyi artırır. Digər tərəfdən, xüsusilə də ölkə hüdudlarından kənarda, xaricdə təhsilə marağın artması bu təkcə ölkəmizlə əlaqədar deyil, dünyanın hər yerində belədir. Yəni, qeyri-adi bir nümunələrə baxsaq, tutaq ki, İraq vətəndaşının 50 mini İranda təhsil alır, 22 mini Misirdə təhsil alır, 12 mini Livanda təhsil alır. Yəni, bu hər yerdə var. Yəni, xüsusilə də bu qloballaşan dünya fonunda, tutaq ki, əvvəllər Vyetnamdan olan vətəndaş Azərbaycana təhsil üçün gəlirdisə, indi bu Amerikaya təhsil üçün gedir və kütləvi şəkildə gedir. Sadəcə, burada biz ali təhsilə əlçatanlığın asanlığı kontekstinə baxırıq. Bəzi ölkələr buna xüsusilə də yəni, bu qədər asan olmalıdırmı? İqtisadi strateji kontekstdən qoyublar. Misal üçün, onlar özləri üçün hədəf qoyublar ki, bizim əcnəbi tələbə sayımız 1 milyon olmalıdır, ta ki 2030 hədəfi və s. və l. Bu qədər asan olmalıdırmı sualına gəldikdə, yenə də buna müxtəlif cür cavab vermək olar. Misal üçün, bəzi ölkələrdə tamamilə fərqli bir modeldir. Tutaq ki, dünyanın ən inkişaf etmiş İsveçrəsinə baxmış olsaq, məzunların 60% peşə təhsilinə gedir, 40% ali təhsilə gedir. Yəni, peşənin nüfuzu var, çünki peşə qısa müddətdən sonra əmək bazarına daxil olmaq imkanı verir və rifah kontekstindən də kifayət qədər yaxşı imkanlar verir. Amma qeyd etdiyiniz atestatla qəbul fonunda isə siz rahat şəkildə, yəni universitet sizi qarşılayır, yəni qəbul edir. Daha sonra o proqramı qaldırmaq gücünüzə bağlıdır. Qaldıra bilirsinizmi? Və biz də xüsusilə də atestatın yaratdığı fəsadı məhz transfer dövründə görürük ki, bu və ya digər səbəbdən təhsilini davam etdirə bilmir və ölkəmizin ali təhsil müəssisələrinə transfer olmaq istəyəndə oradakı parametrlərə baxırıq ki, Dövlət İmtahan Mərkəzində nailiyyətiniz nədir? Tutaq ki, deyir 50 bal. Sizin universitetə qəbul olma fonunda hər hansı bir nəticəniz varmı? Tutaq ki, SAT varmı, IELTS varmı və s. və l. Heç biri yoxdur və bu halda təbii ki, siz transfer oluna bilmirsiniz. Yəni, bu kimi fəsadlar olduğu üçün nəticə itibarilə tövsiyə baxımından qeyd olunur ki, elə bir ali təhsil müəssisəsi seçin ki, orada bir dəyərləndirmə olsun və dəyərləndirmə həm də sizin rəqabətli fonunda ali təhsil müəssisəsində o tədris yükünü apara bilməyiniz, öhdəsindən gəlməyiniz imkanını təsdiq etsin ki, yekunda siz məzun olub əmək bazarına daxil ola biləsiniz. Aydındır. Təşəkkür edirik dəyərli fikirləriniz üçün.